Salam əziz 5-ci sinif şagirdləri. Deməli biz bu günlər içində tarixdə qadınlar mətninə aid olan sualların bir-bir izahına baxmağa çalışacağıq. Siz bu tipdə izahlarımızın davamlı olaraq gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımıza şərh yazmağı və videolarımızı ətrafınızla, dostlarınızla paylaşıb dəstək olmağı unutmayın. Videolarımız, dərslərimiz isə gündəlik tapşırıqların izahında olan köməyimizlə bağlı, üzr istəyirəm, video dərslərlə bağlı məlumat almaq istəyirsinizsə 050 345 85 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək mətnimizin izahına. Deməli, birinci sualda deyir ki, hanı 1A. Qədim zamanlarda xalqın yaşayış tərzi, adət-ənənələri, tarix haqqında bilgilər necə toplanır? Bu haqda, baxın, bu açıq sualdır. Özünüz də bildiyiniz, qıraqdan bildiyiniz məlumatları da əlavə edə bilərsiniz bura. Amma biz mətndən nə görürük? Hardan alırıq məlumatları? Tarixi abidələrdən, tarixi kitablardan, şifahi şəkildə əlimizə keçib gələn məlumatlardan, ən əsası tarixi abidələr və tarixi kitablardan. Birinci sualımızın cavabını bu tipdə cavablandıra bilərik. Amma açıq sual olduğu üçün özünüz də fərqli cavablar əlavə edə bilərsiniz. B-də deyir, aşağıdakı izah söz boxçasındakı hansı söz aiddir? Kitabə. Deməli, daş üzərində oyma sözü ilə yazılmış mətin, belə mətnlər istəyən qədim dövrə aid olan qəbilləşən üzərində yazılıb. Hansıdır deməli Cahid? Kitabə. Kitabə sözü, bəli. Mənim də bir anı. Dedim də. Bir ada deməli qədim kitabələrdən, qədim yaşayış abidələrindən cavabımız belədir. Sən nə yazmışdın? Mən o vaxt kitab almışdım, kitabxanadan ondan yazmışam. Kitabı. Necədir cavabın? Mənim qədimlər haqqında bildiklərim qədimlərdə olub ki, Dədə Qorqud çağırırdı. Cavanlar 15 yaşa gəldikdə Dədə Qorqudu gətizdirib, güclü olanlara güclü ad qoyardı, zəiflərə isə... Sənin də aldığın məlumat kitab Dədə Qorqud qədim kitablardandır da. Bəli. Deməli, B-də oldu cavab kitabə sözü, düzdür? C və H. Mətndə fərqləndirmiş yağmalamaq sözünə yaxın mənalı sözü müəyyən edin. Yağmalamaq sözünə yaxın mənalı söz deməli soymaqdır, qurmaq deyil, qarət etməkdir, saxlamaq deyil, talamaqdır, hədləməkdir deyil. Sonra kontekstdən çıxış edərək söz sahibi olmaq ifadəsinin mənasını izah edin. Baxın, burada elə qara hərflə yazılır. Bir, qədim şəkildə qadınlar dövlət işlərində söz sahibi olublar. Söz sahibi olublar nə deməkdir? Yəni, yekun qərar vermə ixtiyarında olublar, nöqtəni qoyan şəxslərdən olublar, deməli, məram sahibi olublar, vəzifə sahibi olublar, bu mənaları ifadə edə bilir. 2A-da deyir ki, mətndə nədən bəhs olunur? Fikrinizi əsaslandırın. Qədim türk dövlətlərinin idarəçilik sistemindən? Xeyr. Qədim türk toplumunda qadınların fəal rol və nüfuzundan? Bəli, cavabımız budur elə. Qədim türklərdə yaşayış tərzinin adətləri? Bəli, cavab B-dir, çünki mətnin istənilən abzasına nəzər salsaq, baxın, birincidə elə aslan dişisi erkəyi olmaz, qadınların qorunması, anaya məhəbbət, bu da qadına aiddir. Qadınların dövlətdə idarəçilikdə rolu, buradan bizə aydın olur ki, mətnimizdə qədim türk toplumunda qadınların fəal rolu və nüfuzundan bəhs olunur. B-də deyir ki, mətn müəllifin mövzu ilə bağlı yürütdüyü mühakimələri oxuyun. Öz fikrini əsaslandırmaq üçün hansı arqumentlərdən istifadə edir? Bax, birin nümunə kimi verib. Qədim türk qadınları kişilərlə birlikdə çiyin-çiyinə döyüşmüşlər. Arqument nədir? Yəni, onu təsdiq edən faktda. Necə təsdiq edib? Kitab Dədə Qorqudda qadın obrazları qədim Roma yazılı abidələrindən görürük bunu. İndi növbətləri özümüz tapmalıyıq. Müharibələr zamanı türklər ilk növbədə öz qadınlarını düşməndən qoruyurlar. Bu harada var? Baxın, bu qadınların qorunması hissəsinə baxın. Türklərin adətinə görə müharibə vaxtı qadınların düşməndən qorumaq vacib şərtidir.
Məqsədə qalalar tikir, döyüşdən qabaq qız gələnləri oraya yerləşdirirlər. Qədim türklərin yaşadığı ərazilərdə Azərbaycanda qız qalaların olması da buna bariz nümunədir. Bəli, bu doğrudur. Bundan əsaslandırdıq həmin hissəylə. Həmin hissəni götürüb cavab olaraq yazmaq kifayət edir. Türk qadınları dövlətin idarə olmasında iştirak edirdilər. Bəli, bunu necə əsaslandırarıq? Baxın, dövlət idarəçiliyində qadınların rolu hissəsinə baxaq. Qədim türk qadınları dövlət işlərində söz sahibi idilər. Monqolistanda tapılan 7-ci əsr aid daş kitabələrdə dövlət işlərini bilən xatunlardan bəhs edilir. Bu abidələrdə vacib qərarlar xaqan və xatun buyurur sözləri ilə başlayır. Bu hissədə həmin argumentin cavabı ola bilər. Üçüncüyə baxaq, türklər ananı müqəddəs hesab edirdilər. Bəli, baxaq, anaya məhəbbət hissəsinə diqqət edirsək, qədim türklər ana haqqı, tanrı haqqı deyib anaya böyük ehtiram göstərirlər. Ata yurduna gələn övlad əvvəlcə anasına təzim edib əlini öpər, sonra da atası ilə görüşərdi. Hətta Salur Qazanın evini yağmalması boyundan da misal gətirir ki, Şöklü Məlik onun bütün var dövlətin var yoxun talayıb aparır, o deyir, hamısı sənin olsun, amma bir dənə ananı ver. Birinci anasını istəyir, bu da anaya məhəbbətin bariz nümunəsidir. Sonuncuda nə deyir? Türklər görkəmli qadınların adlarını əbədiləşdirirlər. Bəli, sonuncu abzasa baxsaq. Deyir ki, dövlətin idarə edilməsi xidmətləri olan el arasında sahib seçilən qadınların şərəfinə türbələr, məscidlər tikilərmiş. Məsələn, Əmir Teymurun nəslindən olan Cahan Şah öz xanımı Mümtaz Mahal Banu bəyimin şərəfinə türbə işləyir. Hindistanda yerləşən və Taj Mahal adlanan bu türbədə dünya memarlığının şah əsəridir. Bu isə həmin argumentin cavabı ola bilər. Keçək düz oda. Dinləməni hər kəs dinləyib yəqin ki. C-yə baxaq. Deyir, Selcan Xatun imtahanında qədim dövrdə qadının ailə və cəmiyyətdə rolu ilə bağlı mühakimələr yürüdün və uyğun episodlarını argument gətirərək fikrinizi əsaslandırın. Baxın, qadının rolu bugünkü günümüzdə də elə əsərin özündə də ailəni, evin içini, yoldaşını, uşaqlarını, nə bilim, yaxınlarını pis əməllərdən qorumaq olur. Düzdür? O, deyək ki, yoldaşı görə biləcəyi işləri hal-hazırda eləyə bilmirsə, hər hansı bir səbəbdən. Məsələn, əsərdə görürük ki, yoldaşı yuxuya gedir. Deyir ki, Oğuz illərin başına da nə gəlirsə, yuxuda olanda gəlir. O da onun yuxuda olmağından üzərinə daha böyük məsuliyyət hiss edib, ayağı olur və bir təbədə onu gözətləyir və yekun olaraq görür ki, düşmən onun üzərinə gəlib, o da yoldaşın ayrıldır, düşmən onunla birlikdə düşmənin üzərinə hücum edir, hətta yoldaşı düşmənlə mübarizədə, ölüm mübarizəsində olduğu vaxt o gəlir onun həyatını xilas edir. Dinləmədə var. Bəli. 3A uşaqlar, deməli, sərbəst hissədir, özünüz esse yazacaqsınız, giriş hissəyə nümunə verib, əsas hissəni necə yaza bilərsiniz, buna nümunə verib, sonluq hissəni necə yaza bilərsiniz, buna nümunə verib, bunun haqqında kiçik bir məqalə kimi, inşa kimi, esse kimi bir yazı hazırlayacaqsınız. Çətin bir şey yoxdur burada da. Keçək söz birləşmələri hissəsinə. 4A-da deyir ki, şəkillərdə gördüyünüz topları elə adlandırın ki, bir-birindən fərqləndirmək mümkün olsun. Birincini necə deyərik? Mənim birincə futbol, ikincisi basketbol, üçüncüsü də voleybol, dördüncü tenis. Tenis, bəli. Doğrudur. Cahid cavab verdi. B-yə baxaq. Şərh eləyin deyir sxemi. Nitq vaidi xüsusiyyətlər nümunə. Baxın. Nitq vaidi nədir? Söz. Xüsusiyyətlər nədir? Anlayış ifadə edir, məna bildirir. Top. Deməli, həqiqətən də top deyəndə beynimizə bir anlayış gəlir, bir məna gəlir də, düzdür. Top görməsən belə, ağlına bir şey canlanır, bir məna gəldi. Söz birləşməsi mənanı daha da konkretləşdirir. Bax, top deyəndə ağlına bütün toplar gəldi. Tenis topu da, futbol topu da, voleybol topu da, nə bilim, basketbol topu da, hə? O gəldi o anlayış. Amma söz birləşməsi, yəni futbol topu, onu daha da konkretləşdirir. Yəni, futbol topu deyəndə deməli, o 5 topdan birini nəzərdə tutmuşam, bunu daha da aydın oldu mənə. Cümlə, deməli, neyinir? Anlayışla bağlı bitmiş fikir bildirir. Bitmiş fikir ifadə edir. Top qapıdan keçdi. Topla bağlı hər hansı bir məqamı bizə konkretliyi ilə bitmiş formada çatdırdı.
Bildik? Keçək C-yə. Hansı cümlədə söz birləşməsi hansında mürəkkəb söz işlənmişdir? Fərqi izah eləyək. Boşqaba yemək qoyuldu. Baxın, mürəkkəb söz bitki və ya defislə yazılır. Mürəkkəb isimlərdən söhbət gedir. Düzdür? Birincidə olan deməli mürəkkəb nədir? Sözdür. Və mürəkkəb söz birlikdə bir dənə məna ifadə edir. Bir dənə sözdür. Yəni onun tərkibindəki boş və qab ayrı-ayrı mənada olur. Birləşib bir dənə məna ifadə edir. Boşqab deyəndə yemək üçün olan o əşyanı nəzərdə tutur. Düzdür? Amma ikincidə söz birləşməsi istifadə olunur. Bu isə ayrı-ayrı mənalardır. Bu boşqaba su doldurun. Artıq orada qabdan söhbət gedir. Boşqab deyəndə biz ağlımıza bir dənə o yemək yeyəndə istifadə etdiyimiz əşyadan söhbət gedir. Amma deyir ki, boş qaba. Qab deyəndə artıq bu nə bilim vedrə də ola bilər, stəkan da ola bilər, nə bilim nə deyilir, fərqli qablar ola bilər. Boşsa onun dolu yox, boş olduğunu bildirir. Artıq boşun burada ifadə elədiyi məna ayrıca bir məfhumdur, qabın ifadə elədiyi məna ayrıca bir məfhumdur. İkisi birlikdə söz birləşməsi əmələ gətirir. Birincidə mürəkkəb sözdür, ikincidə söz birləşməsi. C-yə baxaq. Hər bir sırada söz birləşmələri müəyyənləşdirin. Yenə baxaq. Günəş işığı, bəli, söz birləşməsidir. Hansı adlardır, hansı dadlıdır cümlədir. Rəngbərəng mürəkkəb sözdür. Peşəkar sənətkardır, bu da cümlədir. Dəvə kərvanı söz birləşməsidir. Burada da bunu götürdük. Hava istir cümlədir. Quş səsi gəlir cümlədir. Daş kəsən mürəkkəb sözdür. Kəndə çatdıq cümlədir. İrəlidədir cümlədir. İncə sənət mürəkkəb sözdür. Abadlaşan küçələr söz birləşməsidir. Üçbucaq mürəkkəb sözdür. Üç və bucaq. Geniş park söz birləşməsidir. Otaq genişdir cümlədir. Ev hardadır cümlədir. Deməli, birinci sırada ilə 1 oldu günəş işığı. İkinci sırada yenə 1 oldu dəvə kərvanı. Üçüncüdə 4 oldu abadlaşan küçələr. Dördüncüdə 2 oldu geniş park. Yadda saxla hissəsində uşaqlar söz birləşməsi ilə bağlı bəzi məqamlar verib. Söz birləşməsi leksik mənası olan 2 və daha artıq sözün birləşməsindən əmələ gəlir. Leksik mənası olan. Deməli, burada köməkli hissələrindən söhbət getmir. Yalnız əsas hissələrindən söhbət gedir. Anlayışı daha da konkretləşdirir. Məsələn, yuxarıda dedik, top deyəndə daha geniş anlamı idi, futbol topu deyəndə daha da konkretləşir. Məsələn, xalça var, bir də muzeydəki xalça var. Xalça deyəndə hər yerdəki xalçanı da tuta bilərsən, muzeydəki onu daha da konkretləşdirir. Xalça sözü anlayışı ümumi şəkildə adlandırılır. Muzeydəki xalça söz birləşməsi isə anlayışı daha da konkret, dəqiq ifadə edir. Yəni, mağazadakı və ya evdəki xalça deyil, məhz muzeydəki xalça nəzərdə tutulur. D-yə baxaq. Qabdakı qırmızı alma söz birləşməsini əks etdirən şəklin müəyyən eləyin. Hansıdır qabdakı qırmızı alma? Mənim üçüncü. Üçüncü, bəli. Bax, qızın əlindəki qırmızı almadır bu. Qabdakı sarı almadır bu. Ağazdakı qırmızı almadır bu. Camımız budur, bəli. Qabdakı qırmızı alma. Baxaq. Nəyə? Y. Göy rəngli sözlərə mötərizədəki sözlər əlavə edərək söz birləşməsi yaradaq. Uçuş sözünə necə yaza bilərik? Londona uçuş. Yaza bilərik. Londona uçuş və ya kosmosa uçuş. Burada belə. Qurtaranda söhbət kino. Söhbət qurtaranda əvvəlinə yazsan və ya kino qurtaranda bunu da əvvəlinə yazsan. Deməli, kosmosa uçuş, Londona uçuş bunlar olur ismi birləşmə. Söhbət qurtaranda, kino qurtaranda bunlar olur feili birləşmə. Sonra aşağıda hələ davamı da var. Göy rəngli söz birləşmənin əvvəlinə. Göy rəngli sözlər söz birləşməsinin əvvəlində yoxsa sonunda işlənir. Necə işlənir? Kosmosa uçuş, Londona uçuş. Deməli, söz birləşməsinin sonunda işlənir. Göy rənglilər. Hər bir birləşmədə hansı söz əsas mənəni ifadə edir, mənəni konkretləşdirir. Deməli,
Hər ikisində mavi göy rəngi yazılmış sözlər. Kosmosa uçuş, Londona uçuş, burada uçuşdur. Əsas tərəf, əsas mənəni ifadə edən, söhbət qurtaranda, kino qurtaranda birləşməsində isə qurtaranda sözüdür əsas mənəni ifadə edən, konkretləşdirən. Yenə qaydamız var, söz birləşməsinin əsas və aslı tərəfi. Söz birləşməsinin iki tərəfi olur, uşaqlar. Aslı tərəf, əsas tərəf. Deməli, sonda gələn olur əsas tərəf, əvvəldə gələn isə olur aslı tərəf. Söz birləşməsinin aslı tərəfi əsas sözdən əvvəl gəlir. Bax, birinci aslı gəlir. Bu onu müxtəlif cəhətdən izah edir. Aslı tərəf bir neçə sözdən ibarət ola bilər. Bu zaman məna daha da konkretləşir, dəqiqləşir. Məsələn, 5-ci sinif şagirdi. Burada son sözümüz olur əsas, qalanları isə aslı. Sonra baxaq. Əyə. Söz birləşmənin aslı və əsas tərəfini müəyyən edin. Aslı tərəfini dəyişməklə yeni söz birləşmələri yaradın. Aslını, yəni birinci tərəf. Söz birləşmələrinin aslı əsas tərəfini müəyyən edin. Həyətin qapısı. Qapısı əsasdır, həyətin aslı. Yorğun görünən. Görünən əsasdır, yorğun aslı. Vətənə məhəbbət. Məhəbbət əsasdır, vətənə aslı. Qiymətli hədiyyə. Hədiyyə əsasdır, qiymətli aslı. Babamdan yadigar. Yadigar əsasdır, babamdan aslı. Tar çalmaq. Çalmaq əsasdır, tar aslı. Qocaya hörmət. Hörmət əsasdır, qocaya aslı. Növbədə gözləyən. Gözləyən əsasdır, növbədə aslı. Sərin hava. Hava əsasdır, sərin aslı. İndi bunun aslı tərəflərini dəyişək, yeni söz birləşməsi. Həyətin qapısında həyətin necə dəyişək? Evin qapısı. Yorğun görünən, yorğunu dəyişək, məsələn, güclü görünən. Vətənə məhəbbət, vətəni dəyişək, anaya məhəbbət. Qiymətlidir, qiymətini dəyişək, məsələn, bahalı hədiyyə. Babamdan yadigar, babamdan dəyişək, məsələn, atamdan yadigar, əvimdən yadigar. Tar çalmaq, tarı dəyişək, məsələn, gitar çalmaq, bəli, nə bilim, dəf çalmaq və s. Qocaya hörmət, qocanı dəyişək, böyüyə hörmət yazaq. Növbədə gözləyən, növbədən dəyişək yazaq, məsələn, çöldə gözləyən. Sərin hava, sərini dəyişək, isti hava, nə bilim, xoş hava və s. Aydındır. F. Verilmiş ifadələri elə sözlər artın ki, feil söz birləşməsinin əsas tərəfi olsun. Sevindirmək. Əsas tərəf olmaq üçün nə etməliyik? Bunların əvvəlinə söz artırmaq da düzdür. Sonda gələn olur əsas tərəf. Əvvəldə gələn olur aslı. Sevindirmək. Nə artıraq? Məsələn, uşağı sevindirmək. Uşağı sevindirmək, ay olsun belə. Hazırlamaq. Dərsi hazırlamaq. Köçürmək. Məsələn, yazını köçürmək. Mətni köçürmək. Oynamaq. Futbol oynamaq. Çöldə oynamaq. Uşaqlarla oynamaq. Bəli. Yaşamaq. Məsələn, həyatı yaşamaq. Qayıtmaq. Evə qayıtmaq. Göndərmək. Şəhərə göndərmək. Məktubu göndərmək. Bəli. Gözləmək. Avtobusu gözləmək. Bəli. Avtobus gözləmək. Marşrut gözləmək. Taksi gözləmək və s. deyə bilər. Keçək G-yə. Cümlədəki söz birləşmələrini, son ikisidir. Cümlədəki söz birləşmələrini seçin, aslı və əsas tərəfini müəyyənləşdirir. Bax, nümunə kimi verib. Xarici qonaqlarla görüşdük. Burada söz birləşməsi var, xarici qonaqlarla. Xarici olur aslı tərəfi, qonaqlarla əsas. İndi digərlərini biz müəyyən edək. Kəndə çatanda güclü yağış yağırdı. Kəndə çatanda bir də güclü yağış. Kəndə çatanda da kəndə aslıdır. Çatanda əsas, güclü yağışda yağış əsasdır, güclü aslı. Sonra xarici qonaqlarla görüşdük. Bax, yuxarıda demişdi, xarici qonaqlarla idi. Xarici aslıdır, qonaqlarla əsas. Yaxınlıqdakı yeməkxanada yer yox idi. Yaxınlıqdakı yeməkxanada söz birləşməsidir, yeməkxana əsasdır, yaxınlıqdakı aslı. Cıdır düzündə Novruz tonqalı qalandı. Cıdır düzündə bir də Novruz tonqalı. Cıdır düzündə də düzündə əsasdır, cıdır aslı. Novruz tonqalında tonqalı əsasdır, Novruz aslı. Birinci olmaq hamının arzusudur. Birinci olmaq söz birləşməsidir, hamının arzusudur. Söz birləşməsidir.
Yox, birinci olmaq söz birləşməsi deyil, üzr istəyirəm. Burada birinci olmaq bir yerdə mürəkkəb feildir. Burada söz birləşməmiz hamının arzusudur. Arzusudur əsasdır, hamının aslı. Bakı qədim şəhərdir. Qədim şəhərdir. Söz birləşməsidir, şəhərdir. Nə olur? Əsas, qədim, aslı. Sonuncuya da baxaq. Verilmiş söz birləşmələrinin tərəfləri arasında söz artırıb yazın. Bu zaman mənanın dəyişdiyinə diqqət edin. Tərəflərin arasında bax, ayın işığının arasında söz artıraq. Ayın parlaq işığı. Bəli, bəli. Deyə bilərik. Dənizin suyu, dənizin Duzlu suyu. duzlu suyu və şəffaf suyu. Əla, duzlu və şəffaf. Mənim müəllimim. Mənim sevimli, çalışqan, nə bilim, zəhmətkeş müəllimim. Artıra bilərik. Məktubun çatması. Məktubun ünvana çatması, yerinə çatması, dostuma çatması deyə bilərik. Paltarın keyfiyyəti. Paltarın yaxşı keyfiyyəti. Yaxşı keyfiyyəti olsun. Atamın pencəyi. Babamın pencəyi. Yox, araya söz artırmaq lazım. Atamın məsələn qara pencəyi, nə bilim, boz pencəyi. Vətənimin torpağı. Vətənimin azad torpağı məsələn. Deyə bilərik, deyə bilərik. Toyda oynamaq. Toyda dostlarla oynamaq. Toyda nə bilim hər hansı bir musiqi oynamaq və s. Məktəbin həyəti, məktəbin geniş həyəti, çiçəkli həyəti, güllü həyəti və s. deyə bilərik. Düzdür? Bu qədər uşaqlar. Gələn dərslərimizdə görüşənə qədər sağ olun.